Əmi qurban, nə olub? Niyə burada oturmuşsan? Əmi qurban, nə olub? Niyə burada oturmuşsan? Hə? Nəsə olub? Ama evden savaşıp çıkmışam. Aha. Qalmağa yerim də yoxdur. Bir gün çörək yeməmişim. Çörək yeməyibsən? Yox. Səni narahat eləyirəmsə durum gedim. Yo, mənim üçün xoşdur. Dur gedək içəri, dur. Qalx ayağa. Gəl gedək içəri. Gəl sənə mən. Biraz bir iki dənə burada bulkudan zatdan qalıb. Pizza var burada. Yiyə bilirsən? Bunu götür ye, az qalma. Sən özə bir gündür çörək yemirsən, hə mi qurban? Ye, götür ye. Sən bilirsən ki, hər evdə dava olur. Yəni o insan olmasın ki, evində dava olmasın. Amma valideyn valideyndir. Ata atadır, ana anadır. İndi bunu yeyə, gedirsən, ata ana qapını dörsən, girsən evə. Ata o da qucaqlayıb öpürsən, ana o da qucaqlayıb öpürsən. Söz versən mənə? Dəqiq. Bir də dava eləməyəcəksən evdə. Bir də valideynlərin sözünü yerə salmayacaqsan. Sən bilirsən də heç bir valideyn istəməz ki, balası nəsə bir əzab çəksin, çöldə qalsın. Gör sən nə qədər onları əsəbləşdiribsən ki, onlar səni axtarmır. Onlar bu dəqiqə sənin yolu gözləyir. Get. Səni bax buradan çörəyi yeyə düz getsən evə. Gedirsən ananı da qucaqlayıb öpürsən, atanı da. Və deyirsən ki, bir də söz verirəm, belə bir hadisə olmayacaq. Yaxşı? Dəqiq? Yaxşı. Maç ver. Heç vaxt çalışın, ata-ananızın qədrini bilin. Ata-ana kimi insana dost ola bilməz heç kim. Başa düşdün? Get. Allah amanda. Sağ olun. Get ata-ananın üzündən öp, qucaqla, bağrına bas. Müvəqqəti həyatdır. Onları çox axtaracaqsan. Bu uşaqlar niyə belə də? Bu sənin atondur, bu sənin anondur. Heç bir valideyn istəməz ki, balası nəsə əzab çəksin. Hər bir valideyn istər ki, balası xoşbəxt olsun. Bu indiki yeni yetmələr niyə belə eləyir? Cırt başı inciyib qaçırlar evdən. Belə şey olar. Yazıq valideynlər, nə deyim mən? Nəysə.